Balakən rayonunda 2010-cu ilin məhsulu üçün 1176 hektar sahədə taxıl əkilmişdir. Onun 741 hektarı buğda olmuş, 435 hektarı isə arpa məhsulu olmuşdur. Artıq bir neçə gündür ki, rayonda arpa biçilməsinə başlanılmışdır. Bu sahədə danışılarkən qeyd etmək lazımdır ki, yaz mövsümündə ardıcıl yağan yağışlar taxıllıqlara heç də xoş təsir göstərməmiş, məhsullarının aşağı düşməsinə gətirib çıxartmışdır. Bütün bunlara baxmayaraq bizim fermerlərimiz məhsuldarlığın artırılması üçün tədbirlər görürlər. Vaxtında agrotexniki xidmət göstərmiş taxıllıqlara yağışın yağmasının nəticələrinin təsirini azaltmağa istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Bilirsiniz ki, Balakən rayonunda daha çox dən qarğıdalı əkinə üstünlük verilir. Bir iyun vəziyyətində rayonda 4500 hektar sahədə dən qarğıdalı əkilmişdir. Artıq iyun ayından etibarən havalar günəşli keçir, yazlıqların davam etdirilməsi üçün əlverişli şərait vardır. İnanıram ki, fermerlər bundan səmərəli istifadə edəcək, məhsul istehsalının artırılması üçün lazımi tədbirlər həyata. Gördüğünüz bu sahədən keçən il hər hektardan 30-35 sentner məhsul götürülürdü. Amma bu il bütün agrotexnik qaydalara baxmayaraq, yəni gübrələrin vaxtında verilməsi, deyək ki, keçən il gəmiricilər heç yox idi, bu il onlar da bilmirəm necə yəni də, onlara qarşı o qədər mübarizə aparmaqla, alaq otu da deyək ki, heç yox idi keçən il, bu il məhsul belədir də. Hər hektardan inanmırıq ki, 10-15 sentner məhsul götürək. Nə eləyək? Yəni bu da bir təbii fəlakətlə bağlıdır. Şükür, inşallah. Keçən illərin məhsulları yaxşı idi, bu illərim zəifdir. Səhərdən gəlmişəm, ta bugünkü günə saat günorta 2-3'dür, hələ bir dənə olsun maşına taxıl tökülməyib. Bax, ötən il bu məhsul tərtəmiz idi. Elə bil ki, deyək ki, toxumluq budadır. Amma bu alaq otlarının, yağışların yağmasına əlaqədar alaq otlarının çoxalması bunu vəzifə salıdır.